Burada bizim potensiyometrimiz var. Yəni dövrə ilə qurulub elə bir formada formalaşıb ki, sən bu trimpotu fırlatmaqla burada olan tezliyi artırıb azaltmış olursan. Bu mikrosxemin də funksiyası odur ki, hər impuls gəldikcə başlayır bu qrup düşə-düşə getməyə. Birinci bunu yandırır, sonra ikinci impuls gələndə bunu yandırır, üçüncü impuls gələndə bunu yandırır və hər impuls gəldikcə bunlar düşür. Və sən ekranda nəyi görmüş olsan? LED-in qaçmağını görmüş olsan, belə qaçır LED-də. Və bu çıxışlara baxırsan, görüm çıxışlarda mənim siqnalım var, yoxsa yox. Sən bunu oturub multimetrlə falan hesablaya bilməzsən. Yəni, multimetrlə bura qoyub nə görəsən? Heç nə görə istəyirsən. Ortalama bir dəyər görəsən. Məsələn, 50 duty cycle 50%dirsə də 5 volt verirsənsə bunu yaz. 2.5, 2.6 volt gərginliyi görəsən. Bu da sən heç nə demiş olmur. Sən burada dəyişdikcə görürsən ki, burada tezlik artır, azalır. Aydındır? Yəni bu belə bir proses gedirsə, deməli sənin bu hissən işləyir. Qalır bu hissə. Baxırsan ki, bu LED-in yanmır, digər LED-lərin yanır. Bu LED-im yanmır, digər LED-lərim yanırsa da, tez bu xəttə baxırsan ki, bu hardan gəlir? 5-ci ayaqdan gəlir. 5-ci ayağa asiloqrafla qoyursan, görürsən impulslar çıxır buradan, amma LED yanmır. Bilirsən ki, LED-də problemi var sənin. Yox, əgər LED-in buradan heç çıxışda yoxdursa da, deməli mikrosxemin 5-ci ayağı zədələnib, orada problem var sənin. Generatorun funksiyası siqnal yaratmaq, istədiyin formada, sinus, düzbucaq, nə istəyirsənsə də. Hal-hazırda bizdə 2 dənə kanal var. Birinci kanal, ikinci kanal. Eyni anda 2 kanalın ikisindən də istifadə edə bilərsən. Burada da birinci kanalı göstərir, ikinci kanalı göstərir. Sinus dalğası olduğunu göstərir. Mən bunu fırlatmaqla görürsüz dalğaları dəyişirəm. Məsələn, buna çevirəndə düzbucaqlı bir dalğa göstərir və sıfırın üstündə, aşağısında. Referans nöqtəsinin üzərində və aşağısında. Burada üçbucaqlı bir dalğa göstərir. Burada belə birdən qalxır sıfıra, sıfırdan qalxır yuxarı, təzədən düşür aşağı. Belə bir siqnaldır. Bu onun tərsidir. Belə fərqli-fərqli istədiyin bir siqnalı yaratmaq olur burada. Kanal A-nı qoşduq. 1 MHz-lik tezlik yaratmışıq və kanal A-nın da amplitud dəyəri 2 volt. 2 volt VPP dəyərimizdir. Mən knopkanı basan kimi siqnal burada çıxdı ortaya. Aydın oldu mu? Mən indi bax burada trigger hissəmiz var. Görürsüz buranı? Trigger hissədə avtoya qoymuşuq. Bunu götürək. Bax, 0 nöqtə aşağı hədd nöqtəsi, hansı ki o nöqtəyə çatandan sonra tətikləmə baş verir də. Bunu qoymuşam bunun üzərinə. Bunu biraz yuxarı qaldırsam, siqnal uçdu. Görsənmir. Görsənmir də, çünki 1 MHz-lik siqnal var burada. Bunu aşağı salırıq və hər hansısa bir bax T nöqtəsinin yuxarıdakı T ilə aşağıdakı T-nin kəsişmə nöqtəsini də biz siqnalın qalxma, oradan tətik gələn kimi, oradan siqnal yuxarı qalxan kimi oradan tətikləyir, ekranda bizdə saxlamış olur. Amplitud dəyərini biraz artırıram. Daha rahat görmüş olurum. Yəni siqnalın formasını dəyişmədim ha. Burada VPP dəyərim yenə 2 volt kimi qaldı. Normal rejim nədir? Məsələn, mən siqnalı dayandırdım. Siqnalda hər hansısa bir tərpəniş yoxdur. Yəni əvvəlki necə tətikləmişsə, o formada qoruyub saxlayır. Növbəti siqnalı verən kimi, tətik gələn kimi növbəti siqnala çevrilmiş oldu. Məsələn, mən indi bunu saxlayıram, başqa bir siqnala keçirəm. Keçək. Belə bir siqnal. Pilləkən var. Keçdi buna. Buraxdım. Siqnalı çıxarsam belə ekranda qalmış olur. Köhnəni yadda saxla. Amma stoplamır. Stoplamaq üçün nədən istifadə edirik? Single modda. Single moda keçdi. İndi bizdə 0 nöqtəmizi müəyyənləşdirək. Single moda keçdi. İndi rahat görək. Ekranda sinusu güyəndə sinus çıxarır. Məsələn, belə bir siqnal çıxartmış oldu. Burada iki hissəndən 2 nöqtəni qoyuruq burada və o 2 nöqtə arasında olan zaman dəyərlərini ekranda görmüş oluruq. Həm voltajı görürük, həm də ki tezliyi, periodu biz ekranda görmüş oluruq. Aşağıda mən sürəni dəvət eləmişik. Periodumuz var, frekans, tezliyimiz var. Həmin nöqtə arasında, bu iki nöqtə arasında və yaxud özünün avtomatik hesabladığı dəyərlər arasında olan periodumuz 1 nöqtə, məsələn 800 mikrosaniyədir. Tezliyimiz də 549 kHz-dir. Gəlin bunu real eləyək. Sinus dalğasına çevirək. 1 MHz-lik siqnal vermişəm. Görürsünüz 1 MHz.
siqnal generatorda bunu yaratmışam deyə burada ekranda göstərmiş olur. Aydındır? Bunu çevirsək 2 MHz-ə, məsələn mən burada bunu çevirəcəm 2 MHz. 2 MHz gəldi, burada çıxartdı 2 MHz.